çox ağır, tərbiyəli, mədəni. Belə canlı yayımda tərbiyəli, mədəni bir insanam. Tərbiyəsizliyim yoxdur, şükür Allahın büyük gününə. Amma mən realda çox ağır, samballı, oturuşunu, duruşunu, yerişini bilən, ağzının danışığını bilən bir insan. Mən xoşlanmıram mən elə şey. Mən dingiş qız sevmirəm, yalan demeyim. Mən hil ha uuu Allah canım. Hoş bir həftə də yaşamlarım. Buzovna bu eve gitmişdim. Orada kız vardı. Gördünüz o kızı. Koluma girmişti. Dedim Allah. Bir təsəvvür edeyim bana. Belki hali hayatsadı kuraram. Bir görüm nətər. Uuu kız ağza. Mənlik deyil. Elə. Mən düşüncəli bir insan sevirəm. Her şey kişnemek değil, her şey haklamak değil, her şey ha. Gülmeyin de yeri var, danışmağın da yeri var, ağlamağın da yeri var, derdin de yeri, her şeyin öz yeri var. Aşağımından alın yiyin danası, ne olar? Alın yiyin, Allah gidersin biteyim ha. Həqiqi halal, sen ağzını tadın. Ben piçeni seven adam deyiləm. Bunu böyle quru da sevmirəm. Bunun çaya bax. Bunun ətiri bir başqadır. Yola düşən pəncərələrini bağlayacağım. İzləyicilərin deməklə də öyle deyil, yox deyil. Bağlayacağım. Bax, buranı hördürəcəm. O başa kimi. Tam başa kimi yox. Baba parmağım üçün görsəm. Buradan yuxarı qalxsın, fortuşka kimi yekə uzun fortuşka aşağını öldürəcəm. Gözlüyün göstərirəm. Bir dəfə göstər çəkəcəm uşaqlar. Ola bilsin spamıza da gedərəm ona görə tez. Yəni paxıllıq deyil, spam söhbəti var. TikTokda artıq işini göstərmək olmur. Hər şey adam spama salır. Baxın. Şəkilin çəkin, mütləq alın. İzləyicilərim var çoxu. O gün göstərin dediyi biz yeyirik, xoşlayırıq. Ve baxın. 2 manat 50 qəpikdir. Balacalar 1 manat neçə qəpikdir bu yekəsindən də. Çəkdiniz. Mütləq alın, çox gözəldir. Adı nədir? Yubleyski. Mən bir rus dilində oxuyamıram ona görə. Üzür ustayım. Əyrim-yürüm hərflər yazılır. Dayıda skazala. Çox suyun içində saxlamayın aşağı. Salın çıxardım. Hadi yumuşar. Sabahları mütləq alın aldım. Çox gözəldir. Ama xırtaxırt yemə ha. Sal çaya. Çox saxlama. Saldım. Çıxartdın qoy ağzına. Bəlkə mən piçeniyə sevmirəm. Mən elə çox şirniyyatsa sevən adam deyirəm. Bəlkə də 3-4 aydır mən bundan alıram. Yemək yeyirsən, yeməyi yiyəndən sonra belə çay süzüb, qanqamcığı içinə limon atırsan, bunu da sarsan, bununla bir çay içirsən, ləzzət eləyir. Adam elə olur ki, bax mən sizə deyim uşağa, kim yemək yiyir, doyur, amma adamın içində nəsə yenə doymamaqcıq bir hiss olur. Yemək istəyirsən, yenə nə söyləmək istəyirsən. O kimdə olur? Tək məndə olur, yox sizdə də var. Amma doymusan da, yəni heç nəsə bir yer qalır, nəsə istəyirsən. Hə, məndə də olur. Onda birisindən ayrı, mən dediyim kimi. Onda bu piçeniyədən qoyun qabağınıza. Qəşək 20 dənə, 30 dənə nə qədər yersi gedir, getsin. Adam elə tutur, adam ondan sonra heç nə istəmir yemək. Mən prob eləmişəm elə.
kökəldir. Az. Arıqlayıb nə qaynasın bax. Sən maniken deyilsən, sən el üçün hərəkət eləmirsən, sən televizyon adamı deyilsən, sən podyuma çıxmırsan, səni kimsə bəyənib, sənin podyumda, sənin hansısa podyuma çıxmanı mis modeli hesab edib, sənin cibinə 500 min qoymayacaq, 1 milyon, 1 milyard manat qoymayacaq. Az neynirsən bacı? Ərin üçün, evin üçün, eşiyin üçün. Ye geçsin dana. Az çıxırsan valla Tagrovuya. Yayın günü sapaşqı ilə gəzirlər. Qışın günü dufli ilə gəzirlər. Hamı zilotki yoxşuyurlar. Acından ölürlər. Az kimə göstərirsiniz özünüzü? Az nəyə göstərirsiniz özünüzü? Bir səhər o silotkalar, o pəri saxlayanlar da səhər torpağın altındadır. Yiyib enlənənlər də səhər torpağın altındadır. Yiyim da nay bacı. Sağ kim der ki ye qaraciyarını məhv elə, sağ kim der ye çalatını məhv elə, sağ kim der ki ye min dənə xəstəliyə düş. Sağlam şeylər ye də. Kənd məhsulları ye də. Neynirsən ay bacı? Az da ərin də sən istəmirik. Ərin də sən istəmir. Ay bacı bir dolmanı nə qədər yemiyorlar da ərin də sən istəmir. Ye geçsin də. Manekende vid de saxlayırsan ərin qaçır ora. Figura da saxlayırsan ərin qaçır ora. Nə ağarsan da yenə də harada sən alladıq qaçır gedir harasa. Başa düşdün. 24 saat ərinlə danışsan da telefonda yenə də sən alladır. Bir girən ki telefonda danışsa səndən başqa işlər görür. Bacı ona görə də ye gitsin valla. Hiç vicdinə dalma. Yiyin. Əriniz sizi idarə eləməsin. Siz ərinizi idarə eləyin. Çünki evi idarə eləyən xanımdır, qadındır. Bu dünyaya bir dəfə gəlirsiniz. Qapazaltı deyilsiniz siz. Başa düşürsən? Bütün şiddətləri gəlib sizin üstünüzdə sınamaq üçün siz yaranmamışsınız. Hər şeyi siz eləmək üçün yaranmamışsınız. Bütün evin işlərini siz görmək üçün yaranmamışsınız. Bütün qavları siz yumaq üçün yaranmamışsınız. Eşək kimi evdə işləmək üçün yaranmamışsınız. Gözəl izləyicilərim, həyatınıza baxın, keyfinizə baxın. Nə olsunuz ailəlisiniz? Sizə qurban olun. Sizin başınıza dönüm. Özünüzə yaxşı baxın. Səmimi qəlblə deyirəm. Allah haqqı, bax belə, lap ürəklə deyirəm. Pozma xanımlar. Pozğun sənsən ki, qalmısan ərinin şilləsinin altında. Pozğun elə sənin özünüzdə. Məsələn, bir xanım gedib, məsəl üçün, Bakıda bir qəşşək, bir yüksək səviyyəli bir restoranda oturub. Düzdür? Oturub, niyə? Oturmağımın haqqıdır da. Nuy tuz qazalı. Mən heç kimə məsləhət görmürəm. Mən özüm mənəm, heç mən cındırxana restoranlara getmirəm. Mənliyimlə, heç mən cındırxana yerlərdə gedib oturmuram. Demirəm ha, gedib cındırxana yerlərdə otursunlar. Gözəl yerlərdə olsam, geçsinlər, baxsınlar, görsünlər, yesinlər, kef eləsinlər. Mosu çox sağ ol. Bu dünyada nə var? Hər şey insanlar üçündür. Tək kişilərə aid deyil. Xanımlar da üçündür. Başa düşdünüz? Geyinmək də xanıma yaraşır, keçinmək də xanıma yaraşır, yemək də xanıma yaraşır, gözəllik də xanıma yaraşır, belə maşının ən gözəli də xanıma yaraşır, belə evin ən gözəli də xanıma yaraşır, paltarın ən gözəli də xanıma yaraşır, elə pulun ən çoxu da xanıma yaraşır. Vallahi nə zülümlər çəkirsiniz, nələrdən, nə sınaqlardan keçirsiniz, bacı, gündə bir xəstəlik tutursunuz, bacı, hayifdir, canınızda hayifdir. Bir dəfə gəlirsiniz, pis yox, bilmirsiniz başınıza o torpağın altında nə gələcək, hara düşəsiz, harada olasınız, bilinmir. O torpağın altına gedib, 100 il ölüb, 100 ildən sonra pırtlayıb ələ yer üzünə çıxan bir insan olmayıb ki, deyək ki, mən torpağın altında bunları yaşamışam. Başa düşürsünüz, bilmirsiniz. Yoxdur, başa düşürsünüz, bilmirsiniz. O torpağın altında bilmirsiniz başınıza nələr gələcək. O gün bir şeyə baxıram, deyir ki, İndi məsəl üçün, deyir qəbir üstünə gedirsən, sən ona ağlayırsan, sən ona çığırırsan, deyir ki, orada heç kim yoxdur, orada heç nə yoxdur. Deyir, onun ruhudur, ruh. Ruhu da çıxıb gedib deyir, onun ruhu orada deyil.
Mən indi beynimdə fikirləşdim, məsələn, onun ruhu orada olmasa da, məsəl üçün, amma sənin əzizin də ziyarətinə gedirsən, başqa söhbət. Heç bilinmir, o ruhun oradadır. Ruh da gedib, orada ruhunu da görən olmuyor. Və ay bacı, ruh da görən olmuyor orada. Ki, deyəm ki, ruhun getdiyini də görən olmuyor ki, burada ruhu olmur. Başa düşdünüz? Ölsəm ürəyim partlayar. Daş başına elə ürəyim partlayıb öləsən da orada. Orada yox, elə ürəyim partlayıb öləsən, 2 dənə bastırar. Allah, az sən nə yaşayırsan, az, nə yeyimsən beşə? Deyir, ölsəm ürəyim partlayar. Az ürəyim partlayıb ölüb 2 dənə apar bastıracaqlardan ora. Nəysə, gözəl izləyicilərim, gözəl xanımlar. Heç bir kişi, mənim fikrimdir, bax, bu real bir fikrimdir. Kimin də xətrinə dəyib dəysin, kimin də harasına dəyib dəysin. Heç bir kişi mənim üçün baş tacı ola bilməz. Mənim üçün baş tacı qadındır, anadır, xanımdır. Başa düşdünüz? Heç bir kişi baş tacı ola bilməz. Mən belə fikirləşirəm. Mən yayımlara baxıram, məsəl üçün. Deyirlər ki, ay mənim baş tacım, heç bir kişi, heç kimin baş tacı ola bilər bəlkə də kimisi üçün, amma mənim üçün elə deyil. Baş tacı qadındır, anadır, xanımdır. Ona görə də gözəl izləyicilərim, elə baş tacısız, baş tacı olaraq da qalarsınız. Mənim kişim baş tacıdır. Ara bir o karşoku qoy, o baş tacını çıxar, qoy altına, sıçsın, o toxumundan da yer, tacın içindən. Yaxşı, qadam. Deyir, mənim kişim mənim baş tacımdır. Onda başındakı o tacı çıxar, karşok əvəzə sıçsın, onu da yiyir. Mavişim, çox sağ ol canım. Niyə sən ərinin başının tacı oldu? Ərin niyə sənin başının tacı olur? Ər elə ər olaraq qalsın da, kişi olaraq qalsın. Sənin başının tacı niyə olur ki, ay başına dönüm? Mənə çox maraqlıdır. Kişi olaraq qalsın da, sən bir ərin olaraq qalsın. Niyə? Sən onun başının tacı ol da, sən onun başının bəzəyi ol, evinin bəzəyi ol, özünün bəzəyi ol, öz evinin bəzəyi ol. Niyə sən onun baş? Nə olursun, soxma, nələr çıxır? Valla bilmirəm, mən səhv düşünürəm, yoxsa mənim qabağıma səhv düşünən insan. Ay cəmat, mən səhv danışıram. Biləm, mən birdən məsələbi iş görürəm, iş görəndə. Mən indi düz danışmadım sən Quran. Yox. Elə də qalın, gidin. Gidin ərinizin başında, siz də ərinizin şeyi olun, karşoku.